Salam dəyərli kanal izləyiciləri, dəyərli abituriyentlər. Bugün biz sizinlə tayfa ittifaqları, Manna və İskit padşahlığı testini işləyəcəyik. Testi necə işləmək lazımdır? Testdə bizdən nəyi soruşur? Daha rahat testi necə işləyə bilərik? Bunların hamısını bir-bir öyrənəcək və eyni zamanda tayfa ittifaqları, Manna və İskit padşahlığı mövzularını da təkrarlamış olacaq. Eyni zamanda burada Azərbaycan ərazisinin Midiya və Əhəmənilərin işğalı altındakı dövrünə aid test tapşırıqları da 1-2 dənə var. 2025-ci ilin dim kitabıdır sözsüz ki. Və vaxt itirmədən testimizə başlaya bilərik. Kanalımızda əvvəlki test izahları da var. İstər Daş dövrünün test izahları, istər Tunc dövrünün test izahları kanalımızda mövcuddur. Bu artıq bizim 3-cü test izahı videomuzdur. Eyni zamanda kanalımızda dərs izahlarına da baxa bilərsiniz və mənim sizə təklifim əksinə elə bu videonu izləməmişdən əvvəl kanalımızda mövcud olan dərs 3 və dərs 4 Azərbaycan tarixinin 3-cü dərsi və 4-cü dərsini izləməkdir. Tayfa ittifaqları və eyni zamanda da Manna və İskit padşahlığı mövzularını dərs izahlarına baxdıqdan sonra bu testi izləmək sizə daha faydalı ola bilər və vaxt itirmədən biz başlayırıq. Deməli, bir qədər yaxınlaşdıraq. Yəqin ki, görünməklə bağlı bir problemimiz olmaz. Biraz da yaxınlaşdıra bilərik. Aha. Gedək. Kuti və Lulubi tayfalarının tarixinə aid oxşarlıq. İkisərarası ərazilərini tamamilə fəth edərək öz dövlətlərinin ərazilərinə qatmaları. Bu, Kutilərə aid bir şeydir. Yəni, onlara aid bir şey kimi götürə bilərik. Azərbaycanın şimal torpaqlarında dövlət qurumu yaratmaları xeyr. Biz deyirik ki, dövlət qurumları Azərbaycanın cənubunda yaranıb, Urmiya gölü hövzəsində yaranıb. Nəyə görə? Çünki iki çay arasına daha yaxın idi bu torpaqlar. Padşah İmmaşqun tərəfindən idarə edilmələri. Padşah İmmaşqun, padşahlar padşahı hətta İmmaşqun Lulubi dövlət qurumuna aid bir şəxsiyyətdir. Ona görə də bu cavabı da çıxırıq. Anubani tərəfindən idarə edilmələri, bu da Lulubi dövlət qurumuna aiddir. Müstəqillik uğrunda Asura qarşı mübarizə aparmaları bu hər ikisinə aid oxşarlıq hesab edilir. Deyirik ki, hər iki tayfa ittifaqı, hər iki dövlət, erkən dövlət qurumu Asura qarşı mübarizə aparıblar. Eyni zamanda Şumerlə də dostluq əlaqələri saxlayıblar. Manna dövlətinin tarixinə aiddir. İskit dövləti ilə müttəfiq olmuşdur. Bəli, eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Manna ərazisində İskit dövləti yaranır və Mannada İskit dövləti ilə müttəfiq olur hökmdar Ahşerinin və İskit dövlətində İşbakayan vaxtında. Elə cavabımız A bəndidir. Digər bəndlərə baxmağın mənası yoxdur. Əhəmənilərə heç aidiyyəti ola bilməz. Azərbaycan xalqının formalaşması prosesi deyil. Alanların yürüşü Mannaya aidiyyəti yoxdur. Romalıların yürüşünün Mannaya aidiyyəti yoxdur. Cavabımız A bəndi. Manna dövlətinin tarixinə aiddir. Makedoniya İskəndərin hərbi yürüşünə məruz qalması xeyr. Makedoniya İskəndər eramızdan əvvəl 4-cü yüzillikdə həmin vaxt Manna dövləti yox idi. Eramızdan əvvəl 1-ci əsrdə Romalıların hərbi yürüşü, bu da yoxdur. Çünki Mannanın dövrünə etki düşmür eramızdan əvvəl 1-ci əsr. Əsası İranzu tərəfindən qoyulmuşdur. Xeyr, biz Mannanın əsasını kim tərəfindən qoyulduğunu biz bilmirik. Sadəcə onu bilirik ki, eramızdan əvvəl 843-cü ildə 3-cü Salman Əsərin kitabəsində adı çəkilir. Midiyaya hərbi yardım göndərmişdir. Bəli, hökmdar Ahşerinin vaxtında İskit və Midiya ilə müttəfiq olmuşlar. Hətta Assurlar Midiyaya hücum edən zaman Midiya ilə müttəfiqlik var idi. Deməli, cavabımız olur D bəndi. Əhəmənilər tərəfindən süquta uğradılması isə xeyr, Midiya tərəfindən süquta uğradılır. Həsənlidəki tapıntılar sübut edir. Mannada yalnız mixi yazılardan istifadə edildiyini xeyr. Biz deyirik ki, orada hieroglif yazılar da var idi və hieroglif yazılarının olması da Misir və Çinlə oxşarlıq idi hətta. Dərsinin izahında biz bunu demişdik. Albaniyada əhalinin oturaq həyata keçdiyini, Albaniyanın Həsənliyə heç bir aidiyyəti yoxdur. Mannada tək tanrıçılığın yayıldığını xeyr. Biz əksinə oradan bilirik ki, insanlar ay, bərəkət,
məhəbbət tanrılarına sitayiş edirlər, yəni çox tanrılar mövcuddur. Albaniyada toxuculuğun inkişaf etməyi, bunun Albaniyaya aidiyyəti yoxdur. Mannada metallaşdırma sənətinin yüksək inkişaf etdiyini, bəli, əgər dərs izahı videosuna baxsaydınız, bilərdiniz ki, Mannada metallaşdırma sənəti yüksək inkişaf etdiyini sübut edir Həsənli və Ziviyadan tapılan tapıntılar. 5-ci sual. Ziviyədəki tapıntılar göstərir, yenə elə Mannada metallaşdırma sənətinin yüksək inkişaf etdiyini. Cavab A bəndi. Yalnız ay tanrısı xeyr, köçmə maldarlıq xeyr, mükəmməl müdafiə tikililərinin Ziviyədəki tapıntılara aidiyyəti yoxdur. Mixi yazılar yalnız mixi yazılardan istifadə edir deyirsə xeyr. İranzunun Assuriya ilə ittifaqa meyl göstərməkdəki əsas məqsədi nə idi? Midiyanın hücumlarından qorumaq, həmin vaxtı Midiya yıxı yox, Urartu hücumlar eləyirdi. Öz torpaqlarının bütövlüyünü qoruyub saxlamaq, bəli, İranzu bilirdi ki, iki düşmənə qarşı mübarizə aparmaq, eyni anda mübarizə aparmaq mümkün deyil. Ona görə də Assuriya ilə ittifaq yaradır ki, öz torpaqlarının bütövlüyünü qoruyub saxlaya bilsin. İranzunun dövründə Mannada bəzi canişinlərin Urartu ilə ittifaqa meyl göstərməkdə əsas məqsədi. Biz deyirdik ya, İranzunun dövründə bəzi canişinlər və işdən çıxarılmış, keçmiş vilayət hakimləri Urartu ilə ittifaqa meyl edirdilər. Səbəb nə idi? Onlar müstəqil olmaq istəyirdilər. Gəlin görək, harada var bu variant. Midiyanı süquta uğratmaq xeyr, dövlətin bütövlüyünü qoruyub saxlamaq əksinə, onlar mərkəzi hakimiyyəti zəiflədirdilər. Öz ərazilərində müstəqil olmaq, bəli. Onlar öz ərazilərində müstəqil olmaq istəyirdilər. Cavab olur C bəndi. Azərbaycan ərazisində mövcud olmuş İskit şahlığına aiddir. Midiya dövlətinə sarsıcı zərbələr vuraraq süquta uğratması xeyr. Midiya dövlətini onlar süquta uğratmır. Əksinə, Midiya İskit şahlığını eramızdan əvvəl 590-cı ildə süquta uğradır. Hökmdar Aziyaya qarşı baş vermiş qiyama dəstək verməsi, həmin vaxtı Aziyaya qarşı üsyan baş verən vaxtı heç İskit şahlığı yaranmamışdı. Ahşer ilə ittifaqın qurulması, bəli, deyirik ki, İskit şahlığında İşbakayın dövründə Ahşer ilə ittifaq yaradılır. Cavabımız olur C bəndi. Sonra Azərbaycanda İskit şahlığı ilə Manna dövlətinin süqutunun oxşar səbəbi. Hər ikisi eyni ildə süqut eləyib və hər ikisi Midiya tərəfindən süquta uğrayıb. Görək hansı var bu cavabların içərisində. Urartu tərəfindən işğal edilmələri xeyr, Assuriya qoşunlarının fasiləsiz hücumları xeyr, quldarlıq istehsal üsulunun yaranması. Baxın, İskit şahlığı və Manna dövlətinin süqutunun oxşar cəhəti ola bilməz. Yəni, bunlarda əvvəldən onsuz da quldarlıq quruluşu var idi. Yəni, quldarlıq istehsal üsulu yaranır deyə bunlar süqut eləmir. Midiya tərəfindən işğal edilmələri, bəli, Midiya dövləti eramızdan əvvəl 590-cı ildə deməli, hər iki dövləti işğal edir və süquta uğradır. Roma qoşunları isə xeyr, heç birinə aid deyil. Azərbaycanda İskit şahlığı və Manna dövlətinə aid ümumi cəhət. Eramızdan əvvəl 9-cu əsrdə yaranmaları xeyr. Manna eradan əvvəl 9-cu əsrdə yaranıb, amma İskit şahlığı eramızdan əvvəl 7-ci əsrin əvvəllərində yaranıb. Quldar dövlət olmaları, bəli, biz deyirik ki, bu dövrdə yaranan bütün dövlətlər quldar dövlətlərdir. İstər ümumi tarixdə, istər Azərbaycan tarixində bu dövrdə yaranan bütün dövlətlər quldar dövlətlərdir. Kimmer, İskit və Sak tayfalarının Mannaya gəlişi nəticəsində nə baş verirdi bu Türk tayfalarının gəlişi nəticəsində? Manna zəifləyərək Midiya nasıl vəziyyətdə düşdü? Xeyr, biz deyirik ki, əksinə bunlar gəldikdən sonra Mannanın döyüş qabiliyyəti artır. Mannanın Assuriya ilə ittifaqı pozulur. Bəli, burada İskit şahlığı yaranır və Manna İskit şahlığına arxalanaraq Assuriya ilə ittifaqı pozur Ahşerinin dövründə. Düzdür, sonradan Aşurbanipal yürüş edir və Ahşeridə hakimiyyətdən getməli olur, amma nəticədə ittifaq pozulmuşdu Ahşerinin dövründə. Cavab B bəndi. İranzunun Manna tarixində oynadığı rol. Gəlin görək, eramızdan əvvəl 740-719-cu illərdə hakimiyyətdə olub, görək nə soruşur. Vilayətlərin müstəqilliyini təmin etdi, 1-ci Rusalın şərəfinə yazılı abdə qoydurdu, xeyr. Ölkəni Aşurbanipalın hücumundan xilas etdi, burada Aşurbanipalın hələ yox idi. Aşurbanipal eramızdan əvvəl 7-ci yüzillikdə, eramızdan əvvəl 650-ci ildə hücum eləmiş Assur hökmdarıdır. Canişinlik sistemini ləğv edib mərkəzi hakimiyyəti gücləndirdi, əksinə canişinlik sistemini yaratdı o İranzu.
Urartunun işğal etdiyi torpaqları geri qaytardı, mərkəzləşmiş dövlət yaratdı. Bəli, Assur ilə müttəfiq olduqdan sonra Urartunun işğal etdiyi torpaqları geri qaytarır və mərkəzləşmiş dövlət yaradır. Assuriyanın siyasi ağalığına qarşı Urartu ilə ittifaqı möhkəmlətdi, əksinə Assur ilə ittifaq yaradır Urartuya qarşı. 13-cü sual. Midiya və Manna dövləti üçün oxşar cəhət. Onlar haqqında ilk məlumatı Herodotun verməsi xeyr. Bunlar haqqında ilk məlumatı biz alırıq Assur mənbələrindən. Azərbaycanın şimalında yaranması xeyr. Manna Azərbaycanın cənubunda yaranıb, Midiya isə indiki İran yaylasında yaranıb. İskit şahlığının hakimiyyəti altına düşməsi. Bunlardan heç biri Manna İskit şahlığının hakimiyyəti altına düşməyib, Midiya isə İskitlərdən çox az bir müddət asılı vəziyyətdə olub. Eyni əsrdə süqut etmələri bəli, Manna eramızdan əvvəl 590-cı ildə süqut edib, Midiya isə eramızdan əvvəl 550-ci ildə süquta uğrayıb. Deməli cavabımız olur D bəndi. Urartu tərəfindən işğal edilmələri isə xeyr. Eramızdan əvvəl 8-ci və eramızdan əvvəl 7-ci əsrlərdə Manna tarixi ilə bağlı oxşar hadisə. Ölkənin Assuriyanın hərbi yürüşlərinə məruz qalması. Baxın, eramızdan əvvəl 8-ci əsrdə 2-ci Sarqonun yürüşləri olub. Məsələn, eramızdan əvvəl 719, 716, 715, 714 və eramızdan əvvəl 7-ci əsrdə də Aşurbanipalın yürüşü olub, eramızdan əvvəl 650-ci ildə. Deməli, A bəndi oxşar hadisə kimi götürülə bilər. 15-ci sual. Manna dövlətinin eramızdan əvvəl 8-ci əsrin 2-ci yarısı tarixinə aiddir. Ahşer tərəfindən idarə edilməsi xeyr. Ahşer eramızdan əvvəl 7-ci yüzillikdə hakimiyyətdə olub. Midiya dövlətinin tərkibinə qatılması bu eramızdan əvvəl 590-cı ildə baş verib. İskit dövlətinin hücumuna məruz qalması eramızdan əvvəl 8-ci yüzillikdə 8-ci əsrdə İskit dövləti mövcud deyildi. Dövlətin əsasının qoyulması, dövlətin əsası eramızdan əvvəl 9-cu əsrdə qoyulub. Vilayətlərin canişinlər tərəfindən idarə edilməsi bəli. İranzunun dövründən başlayaraq vilayətlər canişinlər tərəfindən idarə edilirdi. Bu da eramızdan əvvəl 8-ci əsrin 2-ci yarısına təsadüf edir. İranzunun hakimiyyəti illərindən etibarən. Manna dövlətinin eramızdan əvvəl 8-ci əsrin 2-ci yarısı tarixinə aiddir. Eyni sual. Roma dövlətinin hücumuna məruz qalması xeyr. Ahşer tərəfindən idarə edilmək xeyr. Vilayətlərin mərkəzi hakimiyyətə tabe edilməsi. Bəli, İranzunun hakimiyyəti illərində vilayətlər mərkəzi hakimiyyətə tabe edilir və mərkəzləşdirilmiş dövlət yaradılır. Eradan əvvəl 740-719-cu illərdə və bu da eradan əvvəl 8-ci əsrin 2-ci yarısına təsadüf edir. Deməli, cavabımız olur C bəndi. Aşurbanipalın hücumu eradan əvvəl 650-dir. Midiya dövlətinin asılılığı qəbul etmək isə eradan əvvəl 612-dir. Yəni 7-ci yüzillikdir, 8-ci əsr deyil. Manna dövlətinin eradan əvvəl 740-719-cu illər tarixinə aiddir. Bu, İranzunun hakimiyyəti illəridir. Aşurbanipalın qoşun yeritməsi eradan əvvəl 650-dir. Assur ilə müttəfiqlik münasibətlərinin olması. Bəli, deyirik ki, İranzu Assur ilə müttəfiqlik münasibətləri bağlayır və cavabımız olur B bəndi. Urartu dövlətinin süqut uğradılması xeyr, Sirdaqqa müqaviləsinin imzalanması, Urartunun süqut uğraması eradan əvvəl 590-dır. Sirdaqqa eradan əvvəl 714-dür. Urartu ilə müttəfiqlik münasibətlərinin davam etməsi isə belə bir şey ümumiyyətlə olmayıb. Manna dövlətinin eradan əvvəl 740-719-cu illər tarixinə aiddir. Yenə bizdən İranzunun hakimiyyəti illərinə aid bir xüsusiyyət soruşur. Urartunun işğal etdiyi torpaqların geri qaytarılması. Bəli, nə deyirdik? Deyirdik, İranzu Assurlarla müttəfiq olur və nəticədə Urartunun işğal etdiyi torpaqları da geri qaytarmağı bacarır. Cavabımız elə A bəndi. Urartunun siyasi üstünlüyünü yox, Assurların siyasi üstünlüyünü tanıyır. Romadan asılı vəziyyətə salınması, Roma buranı asılı vəziyyətə salmayıb. Tənəzzülə uğramayıb, selevkilərin asılı vəziyyətə düşməyib. Azərbaycanda yaranmış İskit şahlığına aiddir. Midiyalılara qarşı mübarizə aparması. Bəli, İskitlər Midiyalılara qarşı mübarizə aparıblar və hətta Midiyalıları bir müddət asılı vəziyyətdə saxlayıblar, sonra da Midiyalılar tərəfindən süqut uğradılıblar. Deməli, cavabımız elə olur A bəndi. Eradan əvvəl 6-cı əsrin sonlarında yox, 6-cı əsrin əvvəllərində eradan əvvəl 590-da süqut uğramışdılar. İskəndərin hücumuna məruz qalmayıb İskit şahlığı. Baxın, İskitlər İskəndərlə döyüşüb ha, amma İskəndərin hücumuna məruz qalmayıb İskit şahlığı, çünki mövcud deyildilər. Amma Qavqamel döyüşündə İskit tayfaları da iştirak ediblər.
Ən qədim pulların Makedon İskəndərin adından kəsilməsi xeyr. Alanların hərbi yürüyüşü xeyr. İranzunun hakimiyyəti illərinə aiddir. Canişinlərin mərkəzi hakimiyyətdən asılılığına son qoyulması, əksinə mərkəzləşdirilmiş dövlət yaradılmışdı İranzu. Aşurbanipalın hücumlarının qarşısının alınması xeyr. Ölkədə canişinlik sisteminin ləğv edilməsi, əksinə canişinlik sistemi tətbiq edilmişdir. Urartunun işğal etdiyi Manna torpaqlarının geri qaytarılması bəli. Urartunun işğal etdiyi Manna torpaqlarının İranzu geri qaytarır. İranzu Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı. Nəyin nəticəsində? İkinci Sarqonla Sirdaqqa sövdələşməsi bu Ullusunuya aiddir. Assuriyanın Urartuya qarşı apardığı uğurlu müharibədən istifadə edərək, bəli, Assuriya Urartuya qarşı uğurlu müharibə aparır. Urartu zəifləyir və Manna da bundan istifadə edərək torpaqları geri qaytarır. Cavab B bəndi. Assuriyanın Mannaya yürüşlərinin ümumi nəticəsi. Manna öz müstəqilliyini qoruyub saxlayır. Ümumən, bəli, Assuriyanın yürüşləri nəticəsində biz öz müstəqilliyimizi qoruyub saxlaya bilirik. Ağıllı siyasət nəticəsində. Mərkəzləşmiş dövlət parçalanmır, Urartu dövlətinə tabe olmur, Assuriyalıları məğlub edib geri çəkdirməyə vadar eləmirik, Urartu ilə ittifaqı güclənir, xeyr. Eramızdan əvvəl 6-cı əsrin əvvəllərində Manna dövlətinə aiddir. Eradan əvvəl 6-cı əsrin əvvəlləri Eradan əvvəl 590-ı bunu nəzərdə tutur. Biz dərhal onu bilməliyik və dövlətin müstəqilliyinə son qoyulması bəli, Eradan əvvəl 590-cı ildə olub. Digərləri heç biri uyğun gəlməyəcək. Eradan əvvəl 719-cu ildə İranzuya qarşı üsyan baş verərkən 2-ci Sarqon. 2-ci Sarqon Assuriyanın hökmdarı idi və o nə edir? İranzuya kömək edir. Urartunu Mannaya qarşı hücuma keçməyə təhrik etdi, xeyr, əksinə. İranzunu taxtdan endirdi, xeyr. Ullusununu əfv edib onu Manna hakimi təyin etdi. Bu Eradan əvvəl 716-cı ildə baş vermiş bir hadisədir. Üsyançıları dəstəklədi, xeyr. Əksinə, üsyançı şəhərləri və vilayətləri məğlubiyyətə uğradır, bəli. Çünki İranzu ilə müttəfiq idi 2-ci Sarqon. Manna dövlətinə aid deyil. Eradan əvvəl 9-cu əsrdə Urmiya gölü ətrafında yaranmışdı. Biz aid olmayanı tapırıq, baxın, aid deyil soruşur. Assuriya dövlətinin süquta uğratması Assuriyanı Midiya və Babil birləşərək süquta uğradır. Eradan əvvəl 605-ci ildə süquta uğrayıb. Manna əksinə Assurların müttəfiqi idi həmin vaxtı. Və cavabımız olur B bəndi. Manna dövlətinə aid deyil. Baxın, yenə aid olmayan bir şey soruşur. Canişinlik sisteminin tətbiq olunması Mannada olub. Adına ilk dəfə Şumer dastanlarına rast gəlməsi xeyr. Adına ilk dəfə Assur kitabələrində rast gəlinib. 3-cü Salmanasarın kitabəsində rast gəlinib. Manna və Midiya tarixi üçün ümumi cəhət. Assuriya dövlətinə qarşı mübarizə aparmaları. Bəli, hər iki dövlət Assurlara qarşı mübarizə aparıb. Hər iki dövlətə aid bir xüsusiyyəti. Cavabımız elə olur A bəndi. Əhəmənilər tərəfindən işğal xeyr. Atropatena dövləti olmayıb. İskitlərlə uzun sürən müharibə, Manna İskitlərlə müharibə eləməyib. Eramızdan əvvəl 6-cı əsrin sonunda süqut etmələri xeyr. Manna Eradan əvvəl 6-cı əsrin əvvəllərində, Midiya isə ortalarında süqut edib. Manna və İskit şahlığına aid ümumi cəhət. Eyni dövlət tərəfindən süquta uğradılmaları, bəli, hər ikisi Midiya dövlət tərəfindən süquta uğradılıb. Cavabımız elə olacaq A bəndi. Verilənlərdən hər ikisi nəticəsidir. Urartunun qüdrəti sarsıldı və özünə gələ bilmədi. Manna bütün vilayətlərini vahid mərkəzlə birləşdirərək qüdrətli dövlətə çevrildi. Baxın, Urartunun qüdrətinin sarsılması bu 2-ci Sarqonun Eradan əvvəl 714-cü il yürüyüşü zamanı baş verib, Sirdaqqa sövdələşməsinin ardınca və cavabımız burada olur C bəndi. İskit və Kimmer tayfalarına aid ümumi cəhət. Manna dövlətinin əsasını qoymuşlar, xeyr. Eradan əvvəl 7-ci yüzillikdə onlar Manna ərazisində məskunlaşıblar sadəcə və Anadoludan keçərək Misrə qədər ərazilərə yayılmışlar ümumiyyətlə. Atropatenanın yerli əhalisi hesab edilirdilər, xeyr. Albaniya dövləti ilə müttəfiq olmuşdular, xeyr. Urartu qoşunu tərkibində 2-ci Sarqona qarşı vuruşmuşdular, deməli, xeyr. Manna ərazisində məskunlaşmışdılar, bəli. Eramızdan əvvəl 3-cü minilliyə aid deyil. Turukkilərin Babil ərazisində məskunlaşması. Turukkilərin Babil ərazisində məskunlaşması Eradan əvvəl 18-ci yüzilliyə, yəni eramızdan əvvəl 2-ci minilliyə aid bir hadisədir. Səhv eləmirəmsə, mən bununla bağlı dərsdə deməmişdim, yadımdan çıxıb. Amma
burada deyim, Babil əvvəlsində Hammurapinin dövründə məskunlaşıblar. Eramızdan əvvəl 18-ci yüzillikdə, yəni 2-ci minilliyə aid bir hadisədir bu. Cavabımız olur A bəndi. Bax, bu da test izahına baxmağın nəticəsidir. Çünki dərsdə yadımdan çıxıb o hissəni sizə deməmişdim mən. Digərlərinin hər biri eramızdan əvvəl 3-cü minilliyə aid hadisədir. Eramızdan əvvəl 3-cü minilliyə aid deyil. Turukki, Lullubir və Kuti tayfalarının Assuriyanın işğalçılıq siyasətinə qarşı çıxması. Baxın uşaqlar, burada əgər Akkadlara qarşı desəydi, bu 3-cü minilliyə aid olardı. Amma Assuriya eramızdan əvvəl 3-cü minillikdə yox, eramızdan əvvəl 2-ci minillikdə bu tayfalara qarşı işğalçılıq siyasəti yürüdür. Deməli, cavabımız olur A bəndi yenə də. Manna hökmdarı İranzunun fəaliyyəti dövrü üçün xarakterik deyil. Canişinlik sisteminin yaradılması bəli yaradıb. Assuriya ilə dostluq münasibətləri qurub, mərkəzləşdirmə siyasəti yeridib, dövlətə qarşı onun dövründə qiyam baş verib, bəli, Şuandahul və Durdukka şəhərlərində. Dövlətin əsasını qoyub, xeyr, Manna dövlətinin əsasını kimin qoyduğunu biz bilmirik. Aha. Manna dövlətinə aiddir. Roma sərkərdəsi Pompeyə qarşı mübarizə aparılması xeyr. Bu, Albaniya dövlətinə aiddir. Eramızdan əvvəl 9-cu əsrin əvvəllərində ölkədə canişinlik sisteminin yaradılması bu da aid deyil. Nəyə görə? Çünki ölkədə canişinlik sistemini deyirik İranzu yaradıb, eradan əvvəl 8-ci yüzillikdə, eradan əvvəl 740-719-cu illərdə və bu eradan əvvəl 9-cu əsr deyil. Əhəməni hökmdarlarının hərbi yürüşlərinə məruz qalması, Mannalılarla Əhəmənilər heç eyni dövrdə mövcud olmayıblar. Aşerinin hakimiyyəti dövründə Assuriya ilə ittifaqın pozulması, bəli. Deyirik ki, Aşeri İskitlərlə ittifaqa arxalanır və Assuriya ilə ittifaqı pozur. Cavabımız olur D bəndi. Azərbaycanda yaranmış İskit şahlığına aiddir. Eramızdan əvvəl 8-ci əsrin ikinci yarısında Assuriya ilə müttəfiq olması. İskit şahlığı uşaqlar eramızdan əvvəl 7-ci yüzillikdə yaranmışdı. Deməli 8-ci əsrin ikinci yarısında bu ola bilməz. Mən bir də bir şey deyim, refleks olaraq mən bəzən xitab kimi uşaqlar ifadəsindən istifadə edirəm, amma təbii ki, kanalımızda yəqin ki, MİQ və sertifikasiyaya hazırlaşan müdavimlər, müəllimlər də var və bu xitab yəqin ki, sizi narahat eləməz deyə düşünürəm inşallah. Bu sadəcə refleksdir. Deməli, 35-ci sual davam edə İskit şahlığına aiddir. Eramızdan əvvəl 6-cı əsrin sonlarında tənəzzülə uğraması xeyr. Eramızdan əvvəl 6-cı əsrin əvvəllərində, eradan əvvəl 590-cı ildə tənəzzülə uğrayır. Manna dövləti ilə müttəfiq olmuşdur. Bəli, İşbakayın vaxtında Manna dövləti ilə müttəfiq olmuşdur İskit şahlığı. Cavabımız olur C bəndi. Roma imperiyası bunlara aidiyyət ola bilməz. Əhəmənilər tərəfindən süquta uğramaları xeyr, Midiya tərəfindən süquta uğrayıblar. İskit şahlığı süquta uğradı. Deyirik, Midiya dövləti tərəfindən olub, İskəndər deyil, Qutilər adiyyəti yoxdur, Əhəmənilər xeyr, Midiya dövlətinin yarandığı əsrdə xeyr, Midiya dövləti eramızdan əvvəl 9-cu əsrdə yaranıb, Manna dövlətinin süqut etdiyi əsrdə bəli, hətta eyni ildə, eradan əvvəl 590-cı ildə süquta uğrayıblar, cavab Y bəndi. Manna dövlətinə aid deyil. Baxın, aid deyildir. Alan tayfalarının yürüşünə məruz qalırdılar. Alan tayfaları Mannaya yürüş eləməyiblər. Cavabımız olur A bəndi. Alan tayfaları 1-ci, 3-cü əsrlərdə yürüş ediblər Albaniya dövlətinə və Atropatena ərazisinə. Və eyni zamanda 11-ci əsrdə də onların yürüşləri var. Onu da zamanı gələndə keçəcək sizlə. Uyğunluq gözlənilmişdir. Eramızdan əvvəl 6-cı əsrin sonlarında müstəqilliyini itirmişdi İskit şahlığı. Xeyr, eradan əvvəl 6-cı əsrin əvvəllərində müstəqilliyini itirib. Midiya dövləti tərəfindən süquta uğradılmışdır. Əhəmənilər dövləti, xeyr, əksinə Əhəmənilər dövləti Midiyanın süquta uğradıb. Manna dövlətinin əsasını qoymuşdur İranzu, xeyr. Eramızdan əvvəl 4-cü minillikdə yaranmışdır Kuti dövlət qurumu, xeyr, eramızdan əvvəl 3-cü minillikdə yaranıb. Assuriya dövləti ilə ittifaq pozmuşdur. Manna hökmdarı Aşeri, bəli. Deyirik, İskitlərlə ittifaq qurur, Assuriya ilə ittifaqı pozur. Eradan əvvəl 7-ci əsrin ortalarında Mannanın Aşur dövləti ilə münasibətlərinin pozulmasına səbəb oldu. Yəni, bu ilə bayaq dediyimiz fakt. Aşerinin İskit şahlığı ilə ittifaq yaratması, baxın, B bəndində bu öz əksini tapıb. Digərlərinin hər biri səhv variant olacaq.
Eramızdan əvvəl 7-ci əsrin birinci yarısında Mannanın güclənməsinin əsas səbəblərindən biri. Urartu dövlətinin süqut etməsi. Eramızdan əvvəl 7-ci əsrin birinci yarısında xeyr, Urartu dövlətinin süqut etməsi süqut eləməyib. Baxın, Urartu eradan əvvəl 590-cı ildə süqut edib. Assuriya ilə ittifaqın başlanması, Assuriya ilə onsuz da ittifaqdaydılar, ittifaq bu vaxt başlamayıb. Türk tayfalarının ön Asiyaya gəlməsi. Bəli, deyirik ki, Türk tayfaları gəlirlər və onların yeni hərb taktikaları var və Mannanın da hərbi qüdrəti beləcə artmış olur. Cavabımız olur C bəndi. Ahşerinin hakimiyyəti dövründə Manna tarixi üçün səciyyəvi idi. Urartu dövləti ilə ittifaqın yaranması xeyr, İskitlərlə ittifaq yaratmışdı Ahşeri. Assuriya torpaqlarına hücum edilməsi. Baxın, Ahşeri deyirik, birləşir, İskitlərlə ittifaq yaradır və Assuriyaya da onlar hücum edirlər. Həm İskitlərlə, həm Midiya ilə birlikdə. Cavabımız olacaq B bəndi. Paytaxt Urartu tərəfindən işğal edilməsi xeyr, Midiya tərəfindən müstəqilliyin olması xeyr, Assuriya ittifaqının bərpa edilməsi də Ahşerinin dövründə deyil, onun oğlu Uallinin dövründədir. Midiya dövlətinin eramızdan əvvəl 6-cı əsrin əvvəlləri tarixinə aiddir. Fars hakimi 2-ci Kirin başçılığı ilə üsyanın baş verməsi bu eradan əvvəl 553-dür, 6-cı əsrin ortalarıdır. Bizdən isə 6-cı əsrin əvvəllərindən soruşur. Assuriya dövlətinin süquta uğradılması bu da eradan əvvəl 605-ci ildir, 7-ci deməli əsrə aid eradan əvvəl. İskit şahlığının ağalığına son qoyulması bu eradan əvvəl 653-cü ildə deməli Kiaksar son qoymuşdu. Manna dövlətinin varlığına son qoyulması bəli, eradan əvvəl 590-cı ildə Midiya Mannanın varlığına son qoyur. Cavab D bəndi. Manna ilə Assuriya əleyhinə ittifaqın qurulması isə belə bir şey yoxdur ümumiyyətlə. Bu dövrdə yoxdur da, yəni Manna ilə Assuriya əleyhinə ittifaq yaradılıb Ahşerinin vaxtında. Mixi yazılardan məlum olur ki, Ullusunun hakimiyyətə gəlməsinə Urartu hökmdarı kömək etmişdir. Ullusunun Urartu ilə yaxınlaşması Assuriya hökmdarı 2-ci Sarqonu qəzəbləndirdi, o Mannaya qoşun yetdi. Bəhs edilən tarixi hadisənin nəticəsində, baxın, bu Ullusunun hakimiyyətə gəldiyi dövrdən bəhs edir, eradan əvvəl 716-cı ildən danışır. İzurtda baş vermiş üsyan nəticəsində Ullusunu hakimiyyətdən devrildi, xeyr. Urartunun hərbi dəstəyi ilə Ullusunu Assuriya ordusu üzərində qələbə qazandı, xeyr. Urartu köməyə gəlmir. Ullusunu Assuriyanın siyasi ağırlığını tanıdı, bəli. Assuriya gəlir, İzurtunu dağıdır və Ullusunu Assuriyanın siyasi ağırlığını tanıyır. Assuriyada kitab yazır ki, 2-ci Sarqon Ullusunun atası İranzuya olan hörmətinə görə Ullusununu bağışlayır. Mannanın dövlət quruluşu. Gəlin baxaq, ölkəyə Ağsaqqallar Şurası başçılıq edirdi, xeyr, ölkəyə hökmdar başçılıq edirdi. Canişinlərdən asılı olan tayfa başçıları Şərrani adlanırdı, xeyr. Şərrani Manna dövləti meydana gəlməmişdən əvvəl buradakı vilayət başçılarını, vilayət hakimlərini digər tayfa başçılarından fərqləndirərək adlandırdıqları deməli belə deyək tituldur Assurların. Mərkəzləşdirilmiş dövlət idi, dövləti hökmdar idarə edirdi, bəli. İranzunun vaxtından mərkəzləşmiş dövlət idi və dövləti də hökmdar idarə edirdi ümumiyyətlə. Cavabımız olur C bəndi. 45 var burada. Qədim Çinə və Mannaya aid ümumi cəhət. Heroqrif yazılardan istifadə etmələri bəli, deyirik ki, qədim Çində də, qədim Mannada da heroqrif yazılar olub, hətta qədim Misirdə də. Bu, hər üçünün oxşar xüsusiyyətidir. Sonra 46-cı sual. Qədim Misir və Mannaya aid ümumi cəhət. Bu da heroqrif yazılardan istifadə etmək olacaq. Cavabımız olur B bəndi. Daha əvvəl olmuşdur. Aha, hamısına bir-bir baxmalıyıq ki, hadisələrdən əvvəl olanını tapaq. Mannanın Midiya dövlətinin tərkibinə daxil edilməsi. Bu, eramızdan əvvəl 590-cı ildə baş verib. Azərbaycan ərazisində İskit şahlığının süqutu, Mannanın ardınca İskit şahlığı süquta uğradılıb. Deməli, Mannanın işğalı daha tezdir, daha əvvəldir. İranzunun Manna vilayətlərinin mərkəzə hakimiyyətə tabi etməsi, bu, eramızdan əvvəl 740-719-cu illərdə baş verib İranzunun hakimiyyət illərində və avtomatik digərlərindən daha əvvəldir. Qavqamel döyüşü eramızdan əvvəl 331-ci ildir. 2-ci Sarqonun Mannaya yürüşü isə eradan əvvəl 719-u götürsək belə C bəndindən əvvəl olmayacaq. Deməli, cavabımız olur C bəndi.
daha əvvəl olmuşdur. Azərbaycan ərazisində İskit şahlığının yaranması bu eramızdan əvvəl 7-ci yüzilliyin əvvəlləridir. Urartunun işğal etdiyi Manna torpaqlarının İranzu tərəfindən geri qaytarılması bu təbii ki İranzunun hakimiyyəti illəridir. Eradan əvvəl 740-719. Azərbaycanın Əhəməni imperiyasının tərkibinə qatılması bu eramızdan əvvəl 550-ci ildə baş verib və ondan sonraki illərdə. Aşurbanipalın İzirtunu tutması bu eramızdan əvvəl 650-dir. Maqneziya döyüşü isə eradan əvvəl 190-cı ildə baş verib. Deməli bunların içərisində ən qədimi yenə də İranzu ilə bağlı olan hadisədir. Cavabımız olur B. Mannada eramızdan əvvəl 719-cu ildə baş vermiş üsyanın əsas səbəbi. Assuriyanın siyasi ağalığı xeyr. İranzunun Urartu ilə ittifaqa meyl etməsi xeyr. Assuriyanın Mannaya hücum etməsi xeyr. Midiya dövlətinin Mannaya qarşı işğalçılıq siyasəti xeyr. İranzunun mərkəzləşdirmə siyasəti bəli. Deyirik ki, vilayətlər üsyan qaldırmışdı bu ildə, eradan əvvəl 719-da. İranzunun mərkəzləşdirilmə siyasətinə qarşı. Cavabımız olur Y bəndi. Eramızdan əvvəl 716-cı ildə Assuriya hökmdarı 2-ci Sarqonun Mannaya yürüşünün səbəbi. Bu dəfəki səbəb isə nə olur? Mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyanlar xeyr. Ulusunun Urartu ilə yaxınlaşması. Baxın, Ulusunu Urartu ilə yaxınlaşır və nəticədə 2-ci Sarqon yürüş edir Azərbaycana, Mannaya. Cavabımız olur B bəndi. 51. Uyğunluq gözlənilmişdir. Manna dövlətini idarə edirdi canişinlər, xeyr, hökmdar idarə edirdi. Manna dövləti yaranmışdır. Eradan əvvəl 11-ci əsrdə xeyr, eradan əvvəl 9-cu əsrdə yaranıb. İskir hökmdarı İşbaka ilə müttəfiq olmuşdur. Manna hökmdarı Ahşeri, bəli. Manna hökmdarı Ahşeri İşbaka ilə müttəfiq idi. Cavabımız olur C bəndi. Ulusunu və Ahşerinin hakimiyyəti dövrünə aid oxşar cəhət. Canişinlik sistemini bərpa etməyə meyl etmələri xeyr. Onların dövründən sonra canişinlik sistemi mövcud idi. Öz xarici siyasətlərində Urartuya meyl etmələri, Ulusunu Urartuya meyl edib, amma Ahşeri İskitlərə daha çox meyl edib, İskitlərlə ittifaq yaradır. Tam müstəqil xarici siyasət yürütmələri, belə deyək, Ulusunu tam müstəqil xarici siyasət yürütməyib. Sadəcə Urartuya meyl eləmişdi. Assuriya ilə ittifaqdan üz döndərmələri, bəli, Ulusunu deməli Urartu ilə ittifaq yaradır, üz döndərir. Ahşeri isə İskitlərlə ittifaq yaradır, Assuriya ilə ittifaqdan üz döndərir. Cavabımız olur D bəndi. Aşurbanipalın hərbi yürüşü isə Ahşeriyə aiddir, Ulusunuya aid deyil. İranzu və Uallinin fəaliyyətlərinə aid oxşar cəhət. 2-ci Sarqonun yardımı ilə hakimiyyətə gəlmələri xeyr. Urartu ilə hərbi ittifaqda olmaları, belə bir şey Uallidə yoxdur, heç İranzuda da yoxdur. Assur ilə ittifaqda olmaları, bəli, deyirik ki, İranzu Assur ilə ittifaq yaratmışdı. Ualli də Ahşerinin ölümündən sonra hakimiyyətə gəlmişdi və Assurla ittifaqı bərpa eləmişdi. Cavabımız olur C bəndi. Uyğunluq pozulmuşdur. Dövlət qurumu yaratmışdır Kutilər, bəli. Manna dövləti xərac göndərirdi Assuriyaya, bəli. Mannaya yürüş etdi Urartu hökmdarı, bəli. Manna dövlətinin zəifləməsinin əsas səbəblərinə aiddir. Uranzunun mərkəzləşdirilmə siyasəti xeyr. Əksinə, dövlətin güclənməsinə səbəb olan bir şeydir bu. Mərkəzli hakimiyyət nə qədər güclüdürsə, dövlət də bir o qədər güclü olur. Cavabımız olur D bəndi, çünki bizdə uyğunluğun pozulduğu bəndi soruşur. 55. Yenə uyğunluq pozulub. Bunu soruşur. Midiya dövlətinin müstəqilliyinə son qoyub Manna. Xeyr, Midiyanın dövlət müstəqilliyinə ikinci Kir son qoyur. Əksinə, Mannanın müstəqilliyinə Midiya son qoyur. Cavabımız burada ilə A bəndi olacaq. Lullubi və Kuti dövlət qurumlarının tarixinə aid ümumi cəhət. Azərbaycanın şimal ərazilərində yaranmaları, əhatə etmələri xeyr, cənubduydular. Canişinlik sistemi yaratmaları, Kutilər canişin təyin eləmişlər, amma Lullubilərdə belə bir şeyin olduğunu biz keçməmişik. Assuriya tərəfindən süquta uğramaları xeyr. Midiya dövləti ilə mübarizə aparmaları xeyr, onların dövründə Midiya yox idi. Akkad dövlətinə qarşı mübarizə aparmaları, bəli, hər ikisi Akkad dövlətinə qarşı mübarizə aparmışdı. Lullubi və Kuti tayfalarına aid ümumi cəhət. Mesopotamiya ilə, yəni iki çay arası ilə siyasi və iqtisadi əlaqələr yaratmaları, saxlamaları, bəli. Hər iki tayfa Mesopotamiya ilə, yəni iki çay arası ilə siyasi və iqtisadi əlaqələr saxlayırdılar. Manna dövlətinin mövcudluğu dövründə baş vermişdir. Baxın, Manna dövlətinin mövcudluğu dövrü deyirsə, biz avtomatik ya beynimizdə bunu fikirləşməliyik, ya da yaxşı olar ki, bura yazaq. Eramızdan əvvəl
9-cu yüzillikdən 9 və eramızdan əvvəl 590. Lap 9 da yazsaz 9-cu əsrdən bəli, eramdan 590 onsuz avtomatik bilirsiniz də, yəni ki bu əsrdir. Lap 9-cu əsrdə belə də yaza bilərsiniz. 9-cu əsr eramdan 590. Karra döyüşü bu eramızın 1-ci əsrində baş verib. Eradan əvvəl 53-cü ildə baş vermiş bir döyüşdür. Yunanistanın qədim Romanın əsarəti altına düşməsi bu eramızdan əvvəl 146-cı ildə baş verib. Bu da bu aralığa düşmür. Pun müharibəsinin başlanması eradan əvvəl 261 bu aralığa düşmür. Kimmer və İskit tayfalarının ön Asiyaya yürüşü bu eramızdan əvvəl 7-ci yüzilliyin əvvəllərində baş vermiş bir prosesdir. Deməli D bəndi bura uyğun gəlir. Cavabımız olur elə D bəndi. Baxın bu aralığa düşür. Mannanın mövcudluğu dövründə baş verib. Əhəməni imperiyasının süqutu eradan əvvəl 330-dur. Bu aralığa düşmür. Manna hökmdarı ulusunun fəaliyyət dövrü üçün xarakterik deyil. Assuriyanın siyasi ağalığının qəbul edilməsi bəli, bu ağalığı qəbul edir. Sonda Paytaxt şəhərin Yadelilər tərəfindən dağıdılması. Urartu ilə ittifaqa meyl etdiyi üçün 2-ci Sarqon yürüş edib paytaxt şəhəri dağıdmışdı. Urartu ilə uzun müddətli dostluq münasibətlərinin saxlanması xeyr. Urartu ilə uzun müddətli dostluq münasibəti saxlanmır. 2-ci Sarqonun yürüşündən sonra yenidən Assurla ittifaqı bərpa edir. Ona görə də uzun müddətli dostluq münasibətləri saxlanılmır. C bəndi olacaq cavabımız. Manna hökmdarı ulusunun fəaliyyət dövrü üçün xarakterik deyil. 2-ci Sarqon ilə müqavilə imzalanması Sirdaqqada deyilik müqavilə imzalayıblar bunlar eradan əvvəl 714-də. Urartu tərəfindən işğal edilmiş torpaqların geri qaytarılması. Baxın, Urartu tərəfindən işğal edilmiş torpaqları eradan əvvəl 714-də yürüş eləyir 2-ci Sarqon. Urartu zəifləyir və Mannada nəticədə işğal edilmiş torpaqlarını geri qaytarmağı bacarır. Hakimiyyətin irsən keçməsi, deyirik İranzunun vaxtından hakimiyyət irsən keçirdi. Yəni bu Ulusunuya da aiddir. Canişinlik sistemi mövcud idi. Bu yaratmamışdı ha, İranzunun vaxtından yaranmışdı, amma mövcudluğunu qoruyurdu. Aşurbanipalın Mannaya yürüşü bu Ahşerin hakimiyyəti dövründədir. Ulusunuya aid deyil, cavab Y bəndi. Manna hökmdarı Ulusunu və Ahşerinin dövrlərinə aid ümumi cəhət. Paytaxtın Yadelilər tərəfindən dağıdılması. Bəli, Ulusunun dövründə eradan əvvəl 716-cı ildə paytaxt dağıdılmışdı. Ahşerin dövründə də eramızdan əvvəl 650-ci ildə Aşurbanipalın yürüşü zamanı paytaxt dağıdılır. Cavabımız olur A bəndi. Manna hökmdarı Ulusunu və Ahşerinin dövrlərinə aid ümumi cəhət. Hökmdarın Ağsaqqallar Şurasından asılı olması, hökmdar asılı olmayıb Ağsaqqallar Şurasından. Ölkənin Assur hökmdarı 2-ci Sarqonun yürüşünə məruz qalması, Ahşerin dövründə 2-ci Sarqon yox idi. Canişinlik sisteminin mövcud olması, bəli, İranzunun vaxtında yaranmışdı və canişinlik sistemi mövcud idi. Deməli, cavabımız olur C. Manna hökmdarı Ulusunu və Ahşerinin dövrlərinə aid ümumi cəhət. Ölkənin Assuriyanın hücumlarına məruz qalması. Bəli, 2-ci Sarqon və Aşurbanipal hücum eləmişdi müvafiq olaraq. Cavabımız elə olur A bəndi. Ümumi cəhəti soruşursa, cavabımız olur A bəndi. Manna hökmdarları İranzu və Ulusunun dövrlərinə aid ümumi cəhət. Assuriya dövlətinin Midiya ilə müharibə apardığı zaman hərbi dəstələrlə ona kömək etməsi. Midiya ilə yox, Urartu ilə mübarizə aparan zaman kömək eləmişdi. Həm İranzu, həm Ulusunu. Midiya dövlətinin siyasi asılılığının qəbul edilməsi, xeyr, Midiya ilə ümumiyyətlə belə bir şey yoxdur burada. Ölkənin Kimmer, İskit və Sak tayfalarının yürüşlərinə məruz qalması bu İranzunun vaxtında ola bilməzdi. Çünki Kimmer, İskit, Sak tayfaları eradan əvvəl 7-ci yüzilliyin əvvəllərində gəliblər. Assur hökmdarlarının vasitəsilə İskit işğalında olan torpaqların azad edilməsi, yenə deyirik, bunların dövründə İskit yoxdur, ümumiyyətlə, bu İranzunun dövründə yoxdur. Mərkəzi hakimiyyətə qarşı çıxışların baş verməsi, bəli, həm İranzuda, həm də Ulusunda mərkəzi hakimiyyətə qarşı çıxışlar baş verib. Manna hökmdarı Valinin fəaliyyəti dövrü üçün xarakterik deyil. Yəni, buna aid olmayanı biz tapmalıyıq. Assuriya ittifaqın bərpa edilməsi, bərpa eləyib.
Dövlətin süquta uğraması xeyr. Manna dövlətinin sonuncu hökmdarının kim olduğu bizə bəlli deyil. Vallinin dövründə süquta uğramayıb. Cavab B bəndi. Ullusunu və Vallinin oxşar cəhəti Assuriyanın tabeçiliyindən çıxmışdılar. Ullusunu da Assuriyanın tabeçiliyindən çıxmışdı, amma Ahşer də çıxır. Bizdən isə Vallini soruşur. Valli əksinə Assurla ittifaqı bərpa eləmişdi. Baxın, B bəndində onu yazıb, Assurla ittifaqın bərpa edilməsi bəlli. Ullusunu həm Assuriya ittifaqı pozub, həm də bərpa edib. Valli isə Ahşerin dövründə pozulmuş ittifaqı bərpa eləmişdi. Cavabımız olur B bəndi. Manna hökmdarı Ullusunu ilə Ahşerinin oxşar cəhəti. İkinci Sarqona xərac verməyə məcbur olmuşdular. Ahşerinin dövründə heç ikinci Sarqon yox idi ümumiyyətlə. Assur ilə pozulmuş ittifaqı bərpa etmişlər. Ahşeri ittifaq bərpa eləməyib, Valli bərpa edib. Urartu ilə ittifaqa girmişlər. Ahşerin dövründə biz Urartunun adına heç ümumiyyətlə rast gəlmirik. Midiyanın təcavüzünə məruz qalmışdılar. Xeyr. Ullusunun dövründə Midiyanın hücumu olmamışdı. Elə Ahşerin dövründə də Midiyanın hücumu yoxdur. Assur ilə ittifaqı pozmuşdular. Bəli, hər ikisi Assurla ittifaqı pozub. Məsələn, yaxşı, nəhayət çəkdim. Aha. Manna dövlətinə aiddir. İranzunun Urartu ilə ittifaqa sadiq qalması. İranzu Assurla ittifaq qurub, Urartu ilə yox. Selevki hökmdarlarının yürüşlərinə məruz qalması. Xeyr, bu Atropateniyə aiddir. Ahşerinin dövründə baş vermiş üsyanın ikinci Sarqon tərəfinə yatırılması. Xeyr, bu Ahşerin dövründə baş vermiş üsyan ikinci Sarqon tərəfinə yatırılmayıb. İranzunun dövründə baş vermiş üsyan yatırılıb. Əhəmənilər dövlətinin hücumu nəticəsində süquta uğraması xeyr, Midiyalılar süquta uğradı. Əvvəlki illər dikilmiş Manna torpaqlarının Ullusunu tərəfindən azad edilməsi bəli. Deyirik ki, eradan əvvəl 714-də Sirdakkadan sonra bu torpaqlar Ullusunu tərəfindən azad edilir. Uyğunluğu müəyyən edin. Ən rahat sual tipi. Ullusunu Ahşerin. Assur hökmdarı 2-ci Sarqonun ölkəyə yürüş etməsi. Ullusunun vaxtında yürüş eləyibmi? Yürüş eləyib. Deməli, birdə mən A bəndi olmayanları mən çıxmalıyam. Birdə hamısında A bəndi də yazıb, testi tərtib eləyənlərə buradan salam olsun. Yəni, belə test tərtib eləmirlər. Birdə sən A bəndini hər yerə yazacaqdınsa, bunu bura niyə yazırdın? Sirdakka şəhərində Assuriya dövləti ilə müqavilə bağlanması, bəli, olub. Sirdakkada Assuriya ilə müqavilə bağlanılıb, bu Ullusunuya aiddir. Deməli, birdə cavabımız olacaq 1A və B. Yəni, 1A, C olan variantları biz buradan çıxırıq. Ahşeri. Urartu hökmdarının köməyi ilə hakimiyyətə gəlməsi. Ahşeri Urartunun köməyi ilə hakimiyyətə gəlməyib. Bu, Ullusunuya aid faktdır. Deməli, 2-də A olan variantları biz çıxırıq. Baxın, B bəndi də getdi. Babil və Midiyaya qarşı mübarizədə müttəfiq kimi Assuriyaya kömək etməsi bu Uvalliyə aid bir xüsusiyyətdir. Ahşeriyə aid bir xüsusiyyət deyil. Deməli, biz bunu da çıxandan sonra avtomatik əlimizdə qalır. D bəndi cavab. İskit hökmdarı İşbaka ilə müttəfiq olması, bəli, bu Ahşeriyə aiddir. Bununla da testin düzgünlüyünü yoxlayırıq və keçirik deməli, növbəti suala. Verilənlər arasında hansı hökmdara aid məlumat yoxdur? Yəni, baxaq, Əhəmənilər imperiyasını möhkəmləndirmək üçün 20 satraplığa bölür. Bu birinci daradır. Baxın, sizə deyilmə Əhəmənilərlə bağlı 1-2 sual var burada. Bu suallardan biri budur. Birinci dara. Deməli, 20 satraplığa bölmüşdür. Arat sahilində ordusu Massagətlər tərəfindən məğlub edildi. Bu ikinci Kirdir. Tomris məğlub eləmişdi. Fars hakiminin başlatdığı üsyan nəticəsində hakimiyyətdən devrilir. Bu, sonuncu Midiya hökmdarı Astiaqa aiddir. İskit dövlətinə son qoyub ərazisini Midiya dövlətinə birləşdirir. Bu isə Kiaksarın hakimiyyəti dövrüdür. Deməli, cavabımız burada qalır İşbakay. İşbakaya aid hər hansı bir şey burada yazılmıyıb. Hadisə nəticə əlaqələri doğru verilmişdir. Hadisə Valli hakimiyyətə gəldi və bunun nəticəsində Mannada hökmdar hakimiyyəti irslə keçməyə başladı. Xeyr, bu İranzunun vaxtından idi. Manna ilə Assuriya arasında Sirdakka müqaviləsi bağlanır və nəticədə Manna Assuriyanın siyasi asılılığından azadılır. Xeyr.
Aşurbanipal Mannaya hücum eləyir deyə Mannada yerli hökmdarın hakimiyyətinə qarşı üsyan baş verir. Bəli, Aşurbanipal yürüş edir və bunun nəticəsində əhali Ahşeriyə qarşı üsyan qaldırır və nəticədə Ahşeri öldürülür. Hakimiyyətə Ahşerinin oğlu Ualli gəlir. Cavabımız olacaq C bəndi. Uyğunluğu müəyyən edin. Hökmdarlar fəaliyyətləri. Manna hökmdarı Ahşer ilə müttəfiq olmuşdu. Bu İşbakaya aid bir xüsusiyyətdir. Deməli, əlimizdə qalır yalnız C və D bəndləri. Midiyanı Assuriya əsarətindən azad etmişdi. Assuriya əsarətindən azad eləyən hökmdar deməli, Kaştaritidir. İskitlərin əsarətindən azad eləyən isə Kiaksardır. Deməli, cavabımız qalır bir dənə C bəndi. Qavqamela döyüşündə məğlub olmuşdu. Üçüncü Dara. Bu da uyğunluğu yoxlamaq üçün bizə kifayət edir. Manna dövlətinin mövcudluğu dövrünə uyğun gəlir. Manna dövlətinin mövcudluğu dövrü eradan əvvəl 9-cu əsrdən eradan əvvəl 590-a qədərki dövrdür. Periklin strateq vəzifəsinə seçilməsi bu eradan əvvəl 443-cü ildir. Bunda Manna dövləti yox idi. Avropada ən qədim dövlətin yaranması bu Krit mədəniyyətindən götürülürsə belə eramızdan əvvəl 2-ci minillik olacaq və Mannanın mövcudluğu dövrünə uyğun gəlmir. Mikena mədəniyyətinin məhv olması da həmçinin qədim Romada plebeylərə xalq tribunun seçmək hüququnun verilməsi bu eramızdan əvvəl 5-ci yüzilliyə aid olmalı idi. Deməli, bu da uyğun gəlmir. Qədim Yunanıstanda ilk olimpiya oyunlarının keçirilməsi bu eramızdan əvvəl 776-cı ildə baş verib. Cavabımız olur Y bəndi. Uyğunluğu müəyyən edin. Manna dövləti İranzu ullusunu. Gəlin baxaq. Mərkəzləşdirmə siyasəti aparması. İranzu mərkəzləşdirmə siyasəti aparıbmı? Bəli. Deməli, bir də A bəndi olacaq. Bir də A bəndi olmayanları çıxırıq. Urartunun işğal etdiyi torpaqları geri qaytarması İranzu bu torpaqları bəli geri qaytarır. Deməli, B bəndi olmayacaq. Çünki birdə A, B olmalıdır. Dövlətin əsasının qoyulması İranzuya aid deyil. Ullusunu. Assuriya ittifaqın bərpası. Bəli, ullusunu Assuriya ittifaqı pozur və həm də Assuriya ittifaqı da bərpa da eləyir. Deməli, 2-də A bəndi olacaq. 2-də A bəndi olacaqsa D bəndi də gedir. Əlimizdə qalır yalnız C bəndi. Gəl yoxlayaq. Üsyan nəticəsində hakimiyyətinə son qoyulur ullusunun xeyir. Sirdaqqa sözləşməsini imzalayıb, bəli. Deməli, cavabı düz tapmışıq. Ahşeri və Ualliyə aid uyğunluğu tapmalıyıq. Hakimiyyətin irsən keçməyə başlaması deyir. Bu Ahşerinin dövründən başlamayıb. Bu İranzunun dövründən başlayıb. Deməli, bir də A bəndi olmayacaq. Bir də A olan variantları çıxanda avtomatik mənəlimdə baxın, cəmi 2 dənə variant qaldı. 6 dənə burada punkt var. Birini oxumaqla cavab variantlarının sayını 2-yə endirdik. İkincisini oxumaqla hətta tapacaq. Çünki birinə bir də B yazılır, birinə C yazılır. Assuriya ittifaqının güclənməsi Ahşerinin dövründə Assuriya ittifaq pozulur, güclənmir. Deməli, bir də B olan variantlarda çıxırıq. Cavabımız əlimizdə qalır D bəndi. Amma yenə də yoxlayırıq. Üsyan nəticəsində hakimiyyətinə son qoyulub Ahşerinin, bəli. Uallini də gəlin yoxlayaq. Ualli İskitlərlə mübarizə aparıb, xeyir. Assuriya ittifaqı bərpa eləyib, bəli. Və eramızdan əvvəl 7-ci əsrin ortalarında hakimiyyətə gəlib. Bu da bəli, eramızdan əvvəl 650-ci ildə gəlib hakimiyyətə. Cavabımız düzgündür, D bəndi. Səbəb-nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. İkinci Sarqonun Mannaya yürüşləri Manna dövlətinin süquta uğraması. İkinci Sarqonun yürüşləri nəticəsində Manna süquta uğramayıb. Bu A bəndi səhvdir. Kimi eski çar tayfaları Azərbaycan ərazisində məskunlaşır deyə Manna dövlətinin Urartu ilə ittifaqı pozulur? Xeyr. Assuriya ilə ittifaq pozulmuşdu. Aşurbanipalın Mannaya yürüşü, Mannanın Midiya əsarəti altına düşməsi. Bu da uyğun deyil. İranzunun uğurlu xarici siyasəti Manna dövlətinin müstəqilliyini qoruyub saxlaması. Bəli, İranzu müstəqilliyi qoruyub saxlamaq üçün deməli, xarici siyasətdə Assurla ittifaq bağlayır və nəticədə məqsədinə də nail olur. Manna dövləti eramızdan əvvəl 8-ci əsr, eradan əvvəl 7-ci əsr. İskit şahlığı ilə ittifaqın qurulması. İskit şahlığı deyirik eradan əvvəl 7-ci yüzillikdə yaranıb. Bu A bəndi bura uyğun ola bilməz.
Urartunun işğalçı yürüşlərinə məruz qalması, bəli, eradan əvvəl 8-ci əsrdə Urartu Mannaya işğalçı yürüşlər eləyirdi. Mərkəzləşmiş dövlətə çevrilməsi İranzunun dövründən deyirik ki, bu olub. Deməli, cavabımız da 1 BS olmalıdır. 1 BS olmalıdırsa, artıq cavabımız bizə məlumdur. Gəlin yenə də yoxlayaq. Eradan əvvəl 7-ci əsrdə ərazisində türk tayfaları məskunlaşır. Bəli, kim bilir ki, Çar tayfaları gəlib məskunlaşırlar. Sirdaka müqaviləsi 8-ci yüzillikdir. 3-cü Salman Sarsa 9-cu yüzillikdə yürüş edib Mannaya. Deməli, cavabımız D bəndi düzgündür. Cədvəldəki hansı hadisələrin yerini dəyişdirsək, doğru xronoloji ardıcıllıq alınır. Gəlin baxaq. Kiaksarın Assuriya əleyhinə Babil dövləti ilə ittifaq qurması. Bu, eradan əvvəl 612-ci ildə baş vermiş bir hadisədir. Midiyanın müstəqil dövlətə çevrilməsi eramızdan əvvəl 672-ci ildə baş verib. Aşurbanipalın Mannaya hücumu eramızdan əvvəl 650-dir. Midiyada İskit ağalığına son qoyulması eradan əvvəl 653-cü ildir. Mannada Ahşerinin hakimiyyətə gəlməsi eramızdan əvvəl 675-ci ildir. Deməli, biz, baxın, bu ardıcıllığımız necə olmalıdır? Olmalıdır 5, 2, 3, 4, 1 şəklində olmalıdır xronoloji ardıcıllıq kimi düşsək. Deməli, biz C bəndində 1 ilə 5-in yerini dəyişsək, düzgün xronoloji ardıcıllıq alınar. Cavabımız olur C bəndi. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Aratta, Lullubi, Kuti. Ensi rütbəsi daşıyan hökmdar tərəfindən idarə edilirdi. Bu, Aratta dövlət qurumu idi. Deməli, 1-də bizdə A bəndi olmalıdır. 1-də A bəndi olmayan variantları biz çıxırıq. Üsyan nəticəsində Mesopotamiya hakimiyyətinə son qoyuldu. Bu, Kuti dövlət qurumuna aid bir xüsusiyyətdir. Deməli, 3-də də bizdə olmalıdır B bəndi. 3-də B bəndi olmayan bəndi də çıxırıq. Sonra, Şumerlərlə iqtisadi əlaqələr qurmuşdu. Şumerlərlə iqtisadi əlaqələri bunların hər üçü qurur. Və deməli, bu hər üçünə ortaq xüsusiyyətdə D bəndi, 4-də yazılan olmalıdır. Gəlin, baxaq görək, 4-də C hansı bənddə var. Deməli, D bəndində var, Y bəndi gedir. Cavab əlimizdə qalır, deməli, D bəndi. Babil və Assuriya dövlətləri üzrə hücumlar təşkil etmişdir. Bunlardan heç birinə aid xüsusiyyət deyil. Anubaninin hakimiyyəti illərində daha da qüvvətlənmişdir. Bu isə Lullubilərə aid deməli xüsusiyyətdir, 2-yə aid xüsusiyyətdir. D bəndində yazıldığı kimi. Gəldik açıq tipli test tapşırıqlarına. Kuti dövlət qurumu və Manna dövləti üçün ümumi cəhətləri müəyyən edin. Çox tanrıçılıq mövcud idi. Bəli, hər ikisində çox tanrıçılıq var idi. Ay, məhəbbət, bərəkət tanrılarına sitayiş edirdilər. Midiya dövlət tərəfindən süquta uğradılmışdır. Bu, tək Mannaya aiddir. Azərbaycanın cənub torpaqlarında mövcud olmuşdur. Bəli, hər ikisi Azərbaycanın cənub torpaqlarında yaranıb. Mərkəzləşmiş dövlət idi. Kutilərin buna aidiyyəti yoxdur. Lullubi və Kuti dövlət qurumları üçün ümumi cəhətləri müəyyən edin. Mesopotamiya ilə iqtisadi və mədəni əlaqələr saxlamışlar. Bəli, bu hər ikisinə aiddir, hətta Arattaya da aiddir. Azərbaycanın şimal torpaqlarında eyni dövrdə mövcud olmuşdur. Şimalda yox, cənubda mövcud olub. Azərbaycanın cənub torpaqlarında mövcud olmuşdur. Bəli. Mesopotamiyada 100 illik hakimiyyət isə təkcə Kutilərə aiddir. İkinci Sarqonun eradan əvvəl 714-cü ildə Mannaya hücumunun nəticəsi. Bu, Sirdakka müqaviləsinin imzalandığı yürüşdür, böyük yürüş. Urartunun qüdrəti sarsılır və bir daha özünə gələ bilmir. Bəli, deyirik ki, paytaxt Tuşba şəhəri ələ keçirilir, yandırılır və 1-ci Rusiyada özünü öldürür. Mannanın siyasi müstəqilliyinə son qoyulur. Xeyr, Mannanın siyasi müstəqilliyinə eradan əvvəl 590-cı ildə son qoyulacaq. Manna dövlətinin əraziləri Urartu və Assuriya tərəfindən bölüşdürülür. Xeyr. Urartu tərəfindən işğal edilmiş bütün Manna vilayətləri azad edilir. Bəli, deyirik ki, Ulusunu bu vilayətləri azad edir. 1-4. Manna hökmdarları Ullusunu və Ahşerinin hakimiyyəti dövrlərinə aid ümumi cəhətləri müəyyən edin. İskit dövləti ilə ittifaq qurulması. Ullusunu İskit dövləti ilə ittifaq qurmayıb. Mərkəzi hakimiyyətə qarşı çıxışların baş verməsi hər ikisində olub. Ahşerdə hətta üsyan nəticəsində Ahşerini öldürüblər də. Eradan əvvəl 7-ci əsrin ikinci yarısında Mannanın idarə edilməsi xeyr. Eradan əvvəl 7-ci əsrin
birinci yarısı desəydi bu uyğun gələrdi. Amma ikinci yarısında bunlardan heç biri olmuyor. Dövlətin Assuriya hökmdarlarının yürüşlərinə məruz qalması, bəli, ikinci Sarqon və Aşurbanipal yürüş eləmişdi. Urartu dövləti ilə Assuriyaya qarşı hərbi ittifaqın bağlanması, bu ulusunu hardasa aid eləmək olar, Akşeriyə aid eləmək mümkün deyil. Deməli, cavabımız olur 2 və 4. Mətnə əsasən bəhs olunan dövrə aid xüsusiyyətləri müəyyən edin. Eradan əvvəl 2-ci minilliyin sonlarında Assuriya dövləti yenidən Urmiya gölü ətrafına hücumlar etdi. Lakin Turukki, Lullubi, Su və Kuti tayfaları Assuriyaya qarşı müstəqil yolunda mübarizə apardılar. Azərbaycan arasında vahid dövlət yox idi. Baxın, mətnə baxanda biz görürük ki, Azərbaycanda baxın Turukki, Lullubi, Su, Kuti tayfaları var. Vahid dövlət yoxdur. Bunlar bir deyirlər. Lullubi dövlət qurumu güclənmişdi. Xeyr. Güclənsəydi bunlar ən azından Lullubilərə tabi olardı, amma bunlar ayrı-ayrı mübarizə aparıblar. Azərbaycan ərazisi Assuriya işğalı altında idi. Assuriya dövləti hücumlar edirdi, amma biz mübarizə aparırdıq axı, işğal altında deyildi. Və Urmiya gölü hövzəsində ayrı-ayrı tayfalar yaşayırdı. Bəli, Urmiya gölü hövzəsində ayrı-ayrı tayfalar yaşayırdı. Baxın, Urmiya gölü ətrafında bu tayfaların yaşadığını mətn bizə deyir. Cavabımız olur 1 və 4. Manna dövlətinin ictimai və dövlət quruluşunun səciyyəvi cəhətlərini müəyyən edin. Siyasi quruluşuna görə monarxiya idi. Bəli, monarxiya idi. Eramızdan əvvəl 8-ci əsrdən hakimiyyət irsən keçirdi. Bəli, İranzunun hakimiyyəti dövründən irsən keçirdi hakimiyyət. Quldarlıq mövcud idi. Bəli, quldarlıq mövcud idi. 1, 2, 3 uyğundur. Sonra hökmdarın tabi olduğu Ağsaqqallar Şurası fəaliyyət göstərirdi. Hökmdar Ağsaqqallar Şurasına tabi deyildi. Məhdud hakimiyyətə malik hökmdar tərəfindən idarə edilirdi. Xeyr, hökmdarın hakimiyyəti qeyri-məhdud idi. Hansısa qurum tərəfindən məhdudlaşmamışdı hökmdarın hakimiyyəti. Manna dövlətinin ictimai və dövlət quruluşunun səciyyəvi cəhətlərini müəyyən edin. Qeyri-məhdud hökmdar hakimiyyətinin mövcud olması bəli, deyirik ki, hökmdar hakimiyyəti qeyri-məhdud idi. Hökmdarların fərman və qanunlarının feodalların mənafeyinə uyğun olması, bu dövrdə feodal yox idi, quldarlıq quruluşu idi deyirik. Vilayətləri hökmdar tərəfindən təyin olunan canişinlər idarə edirdi. Bu, İranzunun hakimiyyəti dövründən olub. Eramızdan əvvəl 8-ci əsrdən hakimiyyətin irsi olaraq keçməsi, bəli, İranzunun hakimiyyəti dövründən bu da olub. Əyalətlərin Ağsaqqallar Şurası tərəfindən təyin edilən canişinlər tərəfindən idarə edilməsi, xeyr, bunları hökmdar təyin edirdi. Ağsaqqallar Şurası təyin eləmirdi. Mannanın eradan əvvəl 7-ci əsrin 1-ci yarısı tarixi üçün xarakterikdir. Kimmer və İskitlərin ölkə arasında məskən salması, bəli, bu dövrdə gəliblər. Assuriya hökmdarı 2-ci Sarqonun yürüşünə məruz qalması, 2-ci Sarqonun yürüşləri eradan əvvəl 8-ci əsrdədir. Assuriyanın tabiçiliyindən çıxaraq müstəqil siyasət yeritməsi, bəli, Akşerin dövründə deyirik, Assuriyanın tabiçiliyindən çıxır və müstəqil siyasət yeridir. Hökmdar Uallinin Assuriya ittifaqı bərpa etməsi, bu birinci yarıya aid xüsusiyyət deyil, bu ikinci yarıya aid bir xüsusiyyətdir. Midiya dövlətinin təkbinə qatılması da deməli, bu dövrə aid xüsusiyyət hesab edilə bilməz. Mannanın eradan əvvəl 7-ci əsrin 2-ci yarısı tarixinə aid tarixi üçün xarakterikdir. Kaştaritinin başçılığı ilə Assuriya qarşı azadlıq mübarizəsinin başlanması. Bu birincisi baş verib eramızdan əvvəl 673-cü ildə. İkincisi də ki, bunun Manna dövlətinə aidiyyəti yoxdur. Hökmdar Uallinin Assuriya ilə ittifaqı bərpa etməsi, bəli, bu dövrə aiddir. İranzunun, İranzu eradan əvvəl 7-ci əsrdə nə gəzirdi? Oxumağa dəyməz. İkinci Sarqonu da oxuduqsa əgər, eradan əvvəl 7-ci əsrin ikinci yarısında Sarqonun artıq sümükləri də çürümüşdü. Midiya və Babilə qarşı müharibədə Assuriyaya kömək etməsi, bəli, deyirik ki, bu səhv addım idi, amma bu olub. Midiyanın eradan əvvəl 7-ci əsr tarixi üçün səciyyəvidir. Ölkədə İskit ağalığına son qoyulması. Eradan əvvəl 7-ci əsrdə, bəli, ölkədə İskit ağalığına son qoyulur, Kiaksarın dövründə. Assuriyanın əsarətindən azad edilir, bəli, bu Kaştaritinin dövründə. Əhəmənilər dövlətinə qarşı mübarizə, burada Əhəmənilər dövləti yox idi. Babil dövləti ilə ittifaqa girərək Assuriya dövlətinin varlığına son qoyulması, bu da eramızdan əvvəl 7-ci əsrdə olan bir xüsusiyyətdir. Deməli, 1, 2, 4 İskit şahlığına son qoyulması eradan əvvəl 590-dır, bu eradan əvvəl 6-cı əsrə girir. Midiyanın eradan əvvəl 7-ci əsr tarixinə aiddir. Assuriya hökmdarı 2-ci Sarqonun qoşunları tərəfindən işğal edilməsi, xeyr.
Assuriyanın tabelindən çıxaraq müstəqil dövlətə çevrilməsi, bəli, Kaştarikinin dövründə. Əhəmənilər dövlət tərəfindən işğal edilməsi eradan əvvəl 7-ci əsr deyil. Ölkədə İskit ağalığına son qoyulması, bəli, Kiaksarın dövründə. Manna dövlətinə son qoyulması bu eradan əvvəl 590-dır, eradan əvvəl 7-ci əsrə aid deyil. İskitlərin eradan əvvəl 7-ci əsr tarixi üçün səciyyəvi bilir. Manna ərazisində məskunlaşmalar, bəli, Manna ərazisində məskunlaşmışdılar. Assuriya hökmdarı 2-ci Sarqonun yürüşünə məruz qalmaları, bu belə bir şey yoxdur eradan əvvəl 7-ci əsrdə. Midiyada ağalığa nail olmaları, bəli, Midiyada ağalıq edirlər, amma sonradan bu ağalığa son qoyulur. Assuriyanı süquta uğratmaları, Assuriyanı İskitlər yox, Midiya və Babil süquta uğradır. Dövlətlərinin Midiya tərəfindən süquta uğramaları bu eradan əvvəl 590-cı ildə baş verib, eradan əvvəl 7-ci əsr soruşduğuna görə uyğun olmayacaq. Xronoloji ardıcıllığı müəyyən edin. Gəlin baxaq. Azərbaycan ərazisində İskit şahlığının yaranması eradan əvvəl 7-ci əsrin əvvəlləri. İranzunun mərkəzləşdirmə siyasətinə qarşı üsyanın baş verməsi eradan əvvəl 719. Mannanın süquta uğraması eradan əvvəl 590. Ardıcıllığımız deməli olacaq 2, 1 və 3 şəklində. Xronoloji ardıcıllıq yenə. İskitlərin Azərbaycan ərazisində məskunlaşması bu, bayaq dedik, eradan əvvəl 7-ci əsrin əvvəlləri. 2-ci Sarqonun Manna ərazisinə yürüş etməsi götürək eradan əvvəl 719 tutaq ki. Midiya dövlətinin süquta uğraması eradan əvvəl 550. Yenə də cavabımız olacaq 2, 1 və 3 şəklində. Uyğunluğu müəyyən edin. Manna dövlətinin hökmdarları İranzu ulusunu Ahşeri. Gəlin biz də yazaq 1, 2 və 3 şəklində. Paytaxt şəhərində baş vermiş üsyan nəticəsində öldürülmüşdür. Bu Ahşeriyə aid bir xüsusiyyətdir. Deməli, A bəndi olacaq, 3-ə aid olacaq. Eramızdan əvvəl 8-ci əsrin 30-cu illərində dövləti idarə etmişdir. Yəni, eradan əvvəl 730-cu illərdə kim idi hökmdar? İranzu idi. Sirdaqqa müqaviləsini bağlamışdır. Eradan əvvəl 714-cü ildə bu Ullusunuya aid bir faktdır. Eradan əvvəl 7-ci əsrin 50-ci illərində hakimiyyətə gəlmişdir. Bu Ualiyə aiddir. Hakimiyyətdən getmişdir desəydə Ahşeriyə aid eləyərdik. Müəyyən müddət Urartu dövləti ilə müttəfiq olmuşdur. Bu da deməli Ullusunuya aid bir faktdır. Cavabımız olur 1B, 2C, 3A. 95-ci sual yenə eyni sualdır. İranzu Ullusunu Ahşeri. Yenə 1, 2, 3-ümüzü yazaq. Və baxaq görək nə var burada. Dövlətin paytaxtının İzultu şəhərindən köçürülməsi bu heç birinə aid bir xüsusiyyət deyil. Caniçilik sistemini İranzu yaratmışdır. Dövlətin əsasını qoymuşdur. Kim qoyub biz bilmirik. Hakimiyyətə eradan əvvəl 7-ci əsrin 70-ci illərində gəlmişdir. Bu Ahşeridir. Eradan əvvəl 775-ci ildə gəlib hakimiyyətə. Deməli 3D. Assuriya hökmdarı 2-ci Sarqonla Sirdaqqa müqaviləsi imzalamışdır. Bu da Ullusunuya xüsusiyyətdir. Deməli 1B, 2Y, 3D olacaq cavabımız. İranzu Ullusunu Ualli bu dəfə bizdən soruşulan hökmdarlardır. Gəlin baxaq. Şuandahl şəhərində hakimiyyəti əleyhinə üsyan baş vermişdir. Bu İranzuya aid bir xüsusiyyətdir. Gəlin bunu da götürək, çıxaq yuxarı, görək. Nə oldu? Aha, yazaq buradan, fərqi yox. Urartu hökmdarının köməyi ilə hakimiyyətə gəlmişdir. Bu Ullusunuya aid deməli xüsusiyyətdir. O əlimdəydi. Hara getdik? Yaxındır. Bu Ullusunuya aid bir xüsusiyyətdir. Sonra eramızdan əvvəl 7-ci əsrin ikinci yarısında ölkəni idarə etmişdir. Bu Ualiyə aid bir xüsusiyyətdir. Eradan əvvəl 650-ci ildə gəlib hakimiyyətə. Midiya dövlətinin asılılığı qəbul etməsi bu Qatdı müəllim qatışdırdım uşaqlar. Ən yaxşısı
Gərək yuxarı aparmaydım mən. Kompüterdə köhnə kompüterdir. Ona görə biraz problem yaşayırıq. Deməli, Urartun köməyi ilə hakimiyyətə gəlmişdir. Bu ulusunu sonra bu Uvalli idi və Midiya dövlətinin asılığı qəbul etmişdir. Bu heç biridir. Dövlətin əsasını qoymuşdur. Bunu da bilmirik. Elə cavabımız budur. Biz də bayaqdan əlləşirik. Cavab 1A, 2B, 3C. İranzu ulusunu Uvalli. Yenə 1, 2, 3-ümüzü yazaq. Sonra ekranı yaxınlaşdıraq və diqqətlə baxaq. Dövlətin ilk hökmdarı biz kim olub bilmirik. Hakimiyyətinin ilk vaxtlarında Urartu ilə yaxınlaşmışdır. Bu ulusunudur. Hakimiyyət dövründə ölkə Assur hökmdarı Aşşurbanipalın dağıdıcı yürüşünə məruz qalmışdır. Aşşurbanipalın dağıdıcı yürüşünə Ahşer məruz qalmışdır. Bunlardan heç biridir. Heç birinə aid deyil. Vilayətlərə canişinlər tərəfindən idarə edilməyə başlanmışdır deyirsə, bu İranzu olacaq. Əgər idarə edilmişdir desəydi, bu hamısına aid olardı. Ümumiyyətlə, elə bir şey olmur bu uyğunluq testində. Eramızdan əvvəl 7-ci əsrin ortalarında hakimiyyətə gəlmişdir. Bu isə Uvalliyə aid xüsusiyyətdir. Lullubi dövlət qurumu, Kuti dövlət qurumu və Aratda. Hökmdar Anubaninin dövründə daha da güclənmişdir. Yenə gəlin 1, 2, 3-ümüzü yazaq. Anubani Lullubilərin hökmdarı olub, deməli 1A. Daş sütun abidəsini yaratmışdılar. Bu da Lullubilərə aid xüsusiyyətdir. Mən ona da aydınlıq gətireyim. Mən onu qələbə sütunu kimi yazmışdım sizdə dərs izahında. Əgər dərs izahına baxmısınızsa. Yəni qələbə sütunu, daş sütun eyni məntiqdir, eyni addır, eyni şeydir. Sonra Azərbaycanın şimal ərazisində yaranmış ilk dövlətdir. Bunlardan heç bir şimal ərazisində yaranmıyor ümumiyyətlə. Dini idarələrə maş-maş rəhbərlik edirdi. Bu Aratda olan bir şeydir. Akkad dövlətinin süquta uğramışdır. Bu isə Kurtlərə aid xüsusiyyətdir və 100 ildə Mesopotamiyanı öz hakimiyyətləri altında saxlamışdılar. Beləliklə 98 dənə test tapşırığının izahı sizə verildi. Bu izahlara diqqətlə qulaq asmaqla siz həm bu dövrü ciddi şəkildə təkrarlamış olacaqsınız və eyni zamanda deməli imtahana hazırlıq ərəfəsində, imtahana hazırlıq dövründə artıq manna ilə bağlı, ümumiyyətlə bu dövrlə bağlı mən inanmıram ki, bu test izahından sonra sizin beyninizdə hər hansısa bir qaranlıq bir şey qalsın. Bu testin izahına baxdıqdan sonra mən sizə təklif edirəm ki, 2-3 gün sonra durub bu testə ayrılan özünüz işləyəsiniz, yoxlayasınız. Ola bilər, elementar hər hansı bir testin izahında nəsə bir səhv ola bilər. Əgər elə bir səhv varsa da yorumlarda yazın ki, mən ona düzəliş eləyim, videoda düzəliş eləyim. Ehtimal eləmirəm, amma ola bilər. İnsanlıq hər kəs, heç kim səhvdən sığortalanmayıb. Əgər video xoşunuza gəldisə, videonu bəyəndinizsə, elə YouTube-da da bəyənmə, belə deyək, düyməsinə basın, biraz uzun gəlmir, bəyənmə ikonuna, belə deyək, klikləyin, tıklayın və eyni zamanda şərh yazaraq da kanalın videolarının aktiv olmasına, kanalımızın daha çox abonentlərin qarşısına çıxmasına şərait yaratmış olarsınız. Eyni zamanda bizim onlayn dərslərimiz mövcuddur, onlayn qruplarımız mövcuddur. Deməli, telefon, WhatsApp vasitəsilə, eyni zamanda Instagram, Facebook vasitəsilə əlaqə saxlayıb onlayn qruplarımıza qoşula bilərsiniz. Onlayn qruplarımızın ilk ayı tamamilə pulsuzdur. Digər ayların ödənişləri də kifayət qədər aşağı ödənişlərdir. Hər kəsin büdcəsini nəzərə alaraq qiymətləri çox-çox minimal səviyyədə təyin etmişik və inşallah ki, əlavə test izahları da olacaq. Buna görə də kanalı izləmədə qalırsınız və nə edirsiniz? Kanalı, deməli, kanala abunə olursunuz. Kanala abunə olun ki, yeni test izahları kanala yükləndikcə sizə bildiriş getsin və siz videoları izləyərək daha yaxşı hazırlaşa biləsiniz. Sağ olun, özünüzə yaxşı baxın, gələn dərs izahlarında və test izahlarında görüşənədək.